Как вы считаете, в каком ответе содержится основная мысль tекsta? Dinləmə mətnimizdə internetin yaranması ilə bərabər insanların həyatının necə dəyişildiyi, insanların evdən çıxmadan işləyə biləcəyi və yaxud öz uzaq ölkələrdə yaşayan dostları ilə, qohum-əqrabaları ilə əlaqə saxlaya biləcəyini, son xəbərləri öyrənə biləcəyi haqqında ətraflı məlumat verilmişdir. Həmçinin internetin sayəsində filmlərə baxmaq, musiqi dinləmək, internet mağazalardan istifadə edərək ev üçün və həyat üçün lazımlı olan əşyaların alınması haqqında ətraflı məlumat verilir. Mətnin əsas fikri kimi biz «Жизнь людей очень изменилась после изобретения интернета» variantını seçə bilərik. Çünki insanların həyatı internetin yaranması ilə kökündən dəyişmişdir.